Bəzi qadınlar deyirlər ki, ərim mənə xəyanət eləyirsə, belə fəxrlə deyirlər, mən də ərimə xəyanət eləyəcəm və ondan qisas alacağam. Amma onu qanmırlar ki, həmin qadınlar. Kişi elə bir varlıqdır ki, yəni kişini hər hansı bədəninin üzvünə də, əlinə, saçına, qadın əli dəyəndə kişinin namusuna bir şey olmur. Yəni kişinin namusu ləkələnmir. Başqa qadının əli dəysə, təsadüfən, yəni kişinin namusuna bir xələl gəlmir. Amma qadının namusuna, onlar elə qanırlar ki, elə başa düşürlər ki, güya öz ərinə xəyanət eləməklə ondan qisas alırlar. Amma onu qanmırlar ki, dərk eləmirlər ki, sən öz bədənini, qadın öz bədənini başqa kişinin qabağında açır, tökür və başqa kişinin lomunu soxur içinə. Açıq deyəcəm də, bax belə. Lomunu soxur içinə. Bax, o həmin o şeylə, yəni bu xəyanət deyil. Sən öz namusunu başqalarının qabağında açır, tökürsən. Qüdrətli kişi maksimum onu boşaya bilər, onun namusundan çıxa bilər. Mən həmişə demişəm ki, əgər bir qadının kişisi başqa qadınların yanına gedirsə, həmin o qadın hansısa öz gözəlliyini, hansısa öz namusunu, hansısa öz incəliyini, sevgisini həmin o kişiyə çatdıra bilmir. Fərq eləmir, yataqda olsun, belə adi olsun, həyatda olsun və ya həmin o kişinin qadını başqa qadının kişinin yanına gedirsə, həmin o kişi də eyni vəziyyətdir. Öz kişiliyini başqa öz qadınına çatdıra bilmir. O qadın da gedir başqalarından o həzz alır, o sevgini alır. Başa düşdünüz? Yəni o qadın özünü elə başa düşür ki, güya bu xəyanət edir, amma o xəyanət eləmir. Öz bədənini reklam eləyir, başqalarını açır, tökür ki, ay cəmaət, bax, gəlin mənim bədənimi əlləşdirin, gəlin ay kişilər, gəlin mənə lomvuzu soxun. Bax, budur. O xəyanət, sən ona xəyanət etməklə, sən sevgini ona göstərginlə, o xəyanət eləyibsə, bizdə bir kişi var idi, danışır ki, düzdür, deyir, mən başqa qadınlarla gedirdim, gəzirdim, özüm üçün cavanlıq eləyirdim, yaşlı kişi idi. Deyir, mənim qadınıma, xanımıma hansı qadınlar gəlib deyirdilərsə, sənin kişin gedib başqa kişilərlə, qadınlarla gəzir, sənin kişin gedib başqa qadınlarla gəzir. Mənim qadınım, yəni həyat yoldaşımdır, həmin o xanıma deyirdi ki, bəs sənlə nöş gəzməyib. Başa düşürsünüz? Yəni, siz qıraqdan da deyənlər çox ola bilər. Sən ona xəyanətlə cavab vermə. Sən o xəyanət deyil, o sənin namusundur, qüdrətindir. Sən öz bədənini açıb tökürsən cəmaatın arasına, hamıya açıb tökürsən ki, ay kişilər, mən ərimə xəyanət edirəm, gəlin lomunuzu soxun mənim içimə, gəlin mənim bədənimi əlləşdirin, mən xəyanət edirəm. Bu xəyanət deyil, sən öz namusunu çöllərə atırsan. Bədbaxt qadın. Sən istəyirsənsə, sənin kişin başqa qadının yanına getməsin, öz sevgini, söhbət yataqdan, tək yataqdan getmir. Başa düşürsünüz? Nə üçün? Qadın var ki, kişi ona qaçır. Başa düşdünüz? Söhbət ev xanımından söhbət gedir. Qadın da var ki, kişi ondan qaçır. Kişidə də aiddir. Kişi var ki, qadın ondan qaçır. Kişi var ki, qadın ona qaçır. Bilirsiniz, insan elə bir varlıqdır ki, gəlin elə bir insan olaq ki, fərq eləmir, kişi olsun və ya qadın olsun, bizə qaçsınlar, bizdən qaçmasınlar. Bizə gəlsinlər, istər kişi olsun, istər qadın olsun. Məsəl üçün də qadına öz kişisi, kişiyə də öz qadını qaçsın. O qadınları o xəyanət deyil, öz namusunu bərbad günə qoyursan, öz namusunu çöllərə atırsan. Bu, sənin fəxr eləməsi deyil, bu sənin, sən Azərbaycanımızın gözəl xüsusiyyətlərindən də biri odur ki, ən gözəl, dünyada ən gözəl namus, qüdrət söhbəti var.
dünyada Azərbaycanımızdan, Azərbaycanlılarımızdan namuslu, qüdrətli millət yoxdur. Sən gedib Avropalaşmaq istəyirsənsə, o sənin şəxsi işindir. Amma millətin adını bərbad günə qoyma. Çəkib hər yerdə göstərməyin ki, o qədər sosial şəbəkələrdə var ki, çəkirlər, ərim mənə xəyanət edir, mən də ona xəyanətlə cavab verirəm. Sənin ərin, əgər uşağınız varsa, uşağınız bədbəxt olur. Bilirsiniz, sən fikirləşmirsən ki, lap ərin sənə xəyanət eləsə də, sən fikirləşmirsən ki, sabah sən o uşağı evləndirəndə deyəcəklər pozğunun balasıdır da. Anon pozğun olub da. Anon o fırladıb, bu fırladıb. Bax, bunu deyəcəklər. Sən gələcəyi fikirləş, sən ərvə sadiq ol. Başa düşdünüz? Sən ərvə sadiq ol, sən ərvin qulluğunda dayan. Gələn kimi sən onun qulluğunda dayan. Gələn kimi onun qabağında, ərvin qabağında bəzən. İnanın ki, bəzi ailələrin qadınları var ki, kişisi ancaq toya gedəndə arvadı məsəl üçün də, kişi görür ki, arvadı toya gedəndə bəzənir, nə bilim, nəysə bir məclislərə, şənliyə gedəndə bəzənir. Kişi şoka düşür ki, yəni mənim belə gözəl arvadım var. Sən öz ərvin qabağında bəzən, öz bədənivin hər bir yerini öz ərvə nümayiş elətdir. Öz ərvin lomunu sox çivə, başqasının yox. Bəziləri deyəcək tərbiyəsiz, bu tərbiyəsiz deyil. Bu həyat, başqaları açıb göstərəndə, nə bilim, neyniyəndə, o ilə fəxr eləyir ki, ərimə xəyanət edirəm. O tərbiyəsizlik deyil. O, məsəl üçün, namussuzluq deyil, amma mənim bu sözüm namussuzluqdur. Həqiqət budur ki, ailəmizə qayğısına qalaq, istər kişi olsun, istər qadın olsun. Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun, keçmiş və gələcək videolarımı izləyin. İstəsəz mənim videolarımı hansı xoşunuza gəlirsə paylaşın. Təkrar paylaşın ki, cəmaət baxsın.